Salam herkese millət və Fəxri Əsədov və yeni videomuza xoş gəldiniz. Hal-hazırda Vito'nun içindəyik, gördüyünüz kimi yenə ərazidəyik. Gəlmişik bizim qaraja. Buradakı kameraya fikir verməyin, çünki birazdan görəcəyiniz kadrları elə bu kamera ilə çəkib sizə göstərəcəm və neçə aydan sonra həmən gün gəldi çatdı. Biz bura gəlmişik. BMW M4 CS-in Boltu qaykasından tutmuş burjunu quruşu telinə kimi, nə bilim, sizeniyasına kimi hamısını məqsəd Vito'yu yükləyib birbaşa Hikmət Ustanın yanına, yəni universal qaraja aparmaqdır. Məqsəd plan budur. Vaxt itirmədən başlayaq. Və işlərimizi yığdıq Vito'ya. Kamuran qardaşımız yanımızda. Stoplarımız da yanımızda. Bildiğin ağzına kimi doldurmuşuq. Maşın fulldur. Yəni nəzərə alın ki, keçən səfər qaraja düşürdüklərimizdən daha çox veş götürmüşük. Çünki bu səfər avtomobilə qoyacağımız purjunlar, egzoz sistemi falan, bunları da bir dəfəlik yüklədik ki, hamısını da aparaq çıxardıq Hikmətin yanına. Gec-tez hansı ki bunları maşına ustanovka eləyəcəyik. Hətta bu səsini dəyişdiririk. Kanta heç nə olmasın deyə birini də bura qoymuşuq ki, maksimum qoruyuruq. Tapılmır qardaş. Təkər tapa bilmirik qardaşım. Nə görürsən ki? Nəysə, gedək Hikmətin yanına. Mindirdiyimiz kimi düşürdək. Görə elə Hikmət bizə harada yer verəcək, nə olacaq. Hikmətin qarajı bu dəqiqə xaosdur bildiyin. Belə bu qədər getməmişdi axı. Bəzi əlavələrimiz var burada gördüyün kimi. Bəziləri də gəl bura, gəl bura, gəl bura. Sən xoşlayan korobkadan var bir dənə burada. Nomer getdi. Özdə şeysiz, stressiz olan. Eybi o, dəyişərik də, bunu təzəsindən götürərik. Sən xoşlayan korobkadan, bunu elə şəxsən özünə. Da öpürəm səni. Söhbət. So, I am in rek. Deməli uşaqlar, veşləri boşaltdıq, hamısın nə var idisə. İndi bütün ümidlər, dualar, hamısı bu insan üçündür. Bir dənə qaraj göstər. Bax buradadır bax. Nə deyə bir... Bu çıxacaq. Mən sabahdan maşından buradayım, mən heç. Sən baba bunlar nə vaxt boşa düşəcək? Bunlar nə vaxt? Usta əli də, usta belə olar hə. Usta belə olur hə. Hikmət. Tək mən yox. Bütün yox, bir sualım yaxşı olub söhbəti. Dünyamın kimi və interesli suallar eysə. Qardaşım, vaxt bizi sıxırdı. Ha, biraz da hiss elədin. Hə, usta.
Bütün ölkə səni gözləyir. Gözləyin, yaxşı oldu. Salam millət. Gördüyünüz kimi nömrəmiz əlimizdədir. Bu da o deməkdir ki, avtomobil artıq hazırdır. Nömrəni vuracağıq arxa hissəyə və evakuator çağırıb maşını yükləyəcəyik. Çünki Prime Tuningdə artıq bizim avtomobilimizin işləri yekunlaşdı. Buradan təbii ki, fondajı görürsünüz. Buradan təbii ki, gedirik Hikmət ustanın yanına. Hikmətdə də olaylar təzə başlayacaq. Hikmətdə bu dəqiqə qarajda bəlkə bir 90 dənə maşın var. Özümüzü bir təhər oralara soxuşduracağıq və xırda-xırda başlayacağıq yığmağa. Bütün yığılma prosesində sizə göstərəcəm. Arxada bizim M4-ü görürsünüz. Bamperləri, bagajı, qabaq bamperi, parnoşkanı yəqin ki taxmayacaq, maşının içinə qoyacaq çünki içi boşdur. Elə belə taxdıq ki, təhlükəsiz formada heç yerini zədələmədən rahatlıqla Hikmətin yanına apara bilək. İndi son işləri bitsin, ola bilsin yüngülvari burada disklərinə falan biraz su vurduq, biraz səliqəli görünsün deyə və buradan da çıxıb gedirik. Və son olaraq Prime Tuningdə istəyirəm avtomobillə sizə göstərim. Gördüyünüz kimi, yəni zazor mazor heç nəyə fikir verməyin, prosta buferi taxmışıq ki, rahatlıqla özümüzdən apara bilək. Burada polirovka işimiz bitdi, amma arxa bamper, padnoşka, bagaj, bunlar polirovka olunmayıb. Maşın yığılıb qutarandan sonra yenidən gələcəm və biz polirovka məsələsini tamamlamış olacağıq. Uje nəyəsə oxşuyur. İlkin görüntüləri verməyə başlayıb avtomobilimiz. Məncə maraqlıdır. Yığılanda tamamilə başqa bir şey olacaq deyə düşünürəm. Hər şey hazır olsun. Avtomobillə işimizi bitirək, moykasını eləyək, nömrəmizi taxaq, yükləyək, yola düşək Hikmətə tərəf. Ha, gəldin yenə? Gəldim. Necəsən? Yaxşı. Mən də yaxşıyam. Deyəm, üzün gülür. Üzüm gülür. Bu günləri təntənəli gündür. Bəli. Bu günləri... Şeydən təşkil eləyəsən mənə. Nədən? Part. Ya, sən gedəndən sonra onları istifadə edəcəm. Sağ, getdi canım, qutardı. Dünyanın maşın dediyivə görə hazırdır. Mən də belə görürəm ki, hazırdır. Maşına bir şey qalmayıb. Get. Gəl. Get, gəl. Ay sağ, gəlin bir dənə işim var, həll edin gəl. Get, yığ, gəl. Sonra davam edəyək. Tamamlama işlərini görərik. Layihəyə hələ davam edir. Layihə bitmir. Ay. Burada da bizim dostumuz, qardaşımız Rəşad var. Rəşad vəziyyət. Vəziyyət əladır. Yaxşıdır. Rəşad maşını bir 10 dəqiqə əvvəl görüb, bu günə kimi görməmişdi. Görməmişdim, Nətərdir, nə fikirləşsən? Çox xoşuma gəldi. Yəni realda görünüşü çox qəşəngdir. Bu videoda şəkildə baxırsa ay belədir, elədir, yox. Amma realda maşına baxanda həqiqətən baldır. Bu sözü kim deyir? Major. Xeyirli olsun. Sağ ol, bırak. Sənin də təzə maşının xeyirli olsun. Sağ ol. Qəzasız, bəlasız. İndi xırda işləri var onları. Yəni yavaş-yavaş düzəldirik. İnşallah ortalığa çıxacaq. İnşallah. Heç nə, gözlə. Öpürəm. Dünyamini də çəkim. Bu da Dünyaminin mavişi. Əhərdir, bəyənirsən, mavişi. Sən xoşlayırsan da belə şeyləri. Mavişi bəyənirsən. 100%. Səndə mandarindir, məndə mavişdir. Mendeki Range Rover'di. Səndə Rolls Royce da qardaşım. Hop. Paket. Bir də bu fotomanına bax. Söhbəti bağlayaq da, yəni. Bir də buna. Qəşəng pola var o. Dara. Buna qoyduq, gəlini ceyzlərini. Sağda bax. 11-ə işləyir 6 dəqiqə. Baba, dünyanın nələ burada. Güzəranımız yoxdur, qardaş. Günümüz güzəranımız yoxdur. Əsas nədir? Əsas can sağlıqdır, əsas iş idi, nəticə idi. Onu da verdik. Qəşəng. Nömrəmizi taxmışıq qardaşım. İndi veririk moykaya. Yüngülvari, diskləri falan yuyaq, təmiz yola çıxaq. O deyirdizə, diskin rəngi getdi malyarda, gərək paket deyərdiniz, nə bilim, nə eləyərdiniz. Özünüz başa düşdünüz. Özü işləyir, şəxsən. Şəxsən özüm, hər yola əl atıram ki, sən gedəsən. Liş bu gedəsən, çıxıb gedəsən. Hər yola əl atıram ki, sən gedəsən. İşte.
Deməli belə, maşın yuyuldu, baba özü şəxsən baba tər su içində qalıb. Tər gedir. Sən nələr yaşadın? Bir də diski də görsəd rahatlayaq. Şpor, birazdan şpor eləyəcək. Da indi damın, sonra damı bəhanə eləyəcəklər. Dam, yəni yuya bilmirəm də, başqa variant. Bildim də hələ yumağa məncə var. Yumağa Bunu tavarını, belə də. Uşaqlar, maşın hazır. Prime Tuningdə bu günlük sağollaşırıq, amma bir neçə gün sonra təzədən qayıdacağıq maşın yığılandan sonra. Buradan dərin təşəkkürlər. Dünyamin qardaş, Pünhan, Çingiz, hansı ki üzün göstərməsələr də qəlbi bizimlədir. Sağ olsunlar, əl-ələ verib maşını qəşəng vəziyyətdə buradan hazır çıxartdıq. İndi evakuatorumuz gəlib, evakuatora yükləyirik, gedirik üzü Hikmət Ustaya tərəf. Aycan? Hə, düz qal. Uşaqlar, dejavu oldum. 36-nın o vaxtı belə evakuatora mindirmişdik. Evakuatorda gətirdim, evakuatordadır. Aha, Skotun da üstünə yazmışdın, CC500. bəli. Qarışıqlıq düşməsin. Bu açarı sizə təhvil veririk. Əlvida. Çıxsın, buradan çıxardacağım 2 dənə, pat. Ya, bunlar hamısı zarafatdır, yəni biz fəxri ilə dostuq, çünki bizim iş birliyimiz artıq dostluğa çevrilir. Bəli. Gələn müştərilərlə də çox vaxt münasibətimiz dostluğa çevrilir, eləcə də sənlə. İnşallah ki, gələcək zamanda yeni layihələr olacaq, hələ bu bitməyib. Bəli. Bu avtomobilin üzərində işlərimiz var. Gedir yığılmaya, yenidən səni gözləyəcəyik. Əlim doludur. Öpürəm, çox sağ ol, var ol. Matı. Gedə bilərəm müəllim? Get. Var ol. Yaxşı. Ya Allah. Nicat da buradadır ya, bizim abimiz də buradadır. Nicat, gəl əyləyək. Gəl, bax, mən xaladelnik həyatından çıxdım. Abi, en azından biri bari de ondan. Hikmət, nə tərsən, Bayaqsız rəngi gördüm, başıma geldi. Əri. Biraz qala ver maşın salaklara. Maşallah, qala dedim. Olur ya, olur. Olur, hə. Sağ olsun, yenə də verdi. Əsas adı verdi. Əsə. Öldü də ya bu. Xoş verdi rəng. Buradan belə yandan çıxır. Sən birinci səfərdir görürsən. Canlı birinci dəfə. İnşallah içəri salağı rahat baxarıq. Tabii, işıqda baxar. Hə, sağ ol. Cavanlığın harda qaldı, ay Mazahir? Ben görüm ha, bunu ben geri düzeltmiştim. Bu hala. Ya bunlar üzerine tarafı bağlıyorlar bu. Ya burada değil, burası. Uşaqsan sen. Hamı Sidenyava like verir. Sağ olsunlar. Dedilər onu bizə bağışlaya bilər. Dedim yox, düzəldəndə dedi ki, bunu qaytarın, gətirin. Ben onu kime veririm? Bu garajın yeni Sparkosıdır. Bak ya. Otunu, zamokasın. Так, лям 200, понял, отправить. Valla burada görüntü maraqlıdır, sənə bilmirəm, hə.
İçeride daha dəqiqləşir. Verək içəri. Sən bir söz deyim ki, maşını yaman böləmiş ya. Ay Hikmət, pükdük də, pükdük ki minimal şeylə qutaraq. Çeşin. Ay sağ ol. Bir də indi Hə, o, aleyküm salam hə, deyirəm. o biraz Bunu bir dənə böləməmişdi yanında bax. bir dənə onu bələməmişdi. Hə. Sağ ol. Dünyamın vuruldu da sırası. Girər girməz. Güllə dəydi. Bağlı qapını görən Cavanlar, biz maşına bir dənə baxış keçirdik. Əsas Hikmətin okeyini alaq. Dayışı söhbət Yığılanda bilməyəcək, belə Pridvar terminəsə. Pridvar terminal. Yığılanda o yaxın kontaktda olanda biləcək. Хорошо. Heç nə. Biz söhbətləşək.